tapacaq. Məsələn, x, bunu yazıram plus 2, bir də x minus 4 kiçikdir 0. Sadəcə bu bərabərsizlikdir. Yəni deməli bizim bərabərsizliyimiz bu şəkildədir. Bizə də verilən bərabərsizlik deyir, təpə nöqtəsinin koordinatlarını tapın. Deməli bizə lazımdır burada B-nin, C-nin qiymətini tapmaq. Ona görə qurduğum bu bərabərsizliyi vurub atsam, B ilə C-ni tapmış oluram. Gəlin bunu vuraq atsaq. Bunu vuraq atsaq x kvadratı çıx 2x minus 8. Bu şəkildə olur və parabolanın təpə nöqtəsi sözü eşitdikdə də bizə lazımdır mx və ny-i tapmaq. Gəlin mx-i tapaq birinci ilk növbədə. Bilək ki, mx x-in təpə nöqtəsidir. Mənfi b bölünsün 2a-dır. Burada da b-mizin yerində bizə nə durur? Mənfi 2 durubdur. A-mızın yerində isə 1 durubdur. Ona bölünsün 2. Burada da özünün də mənfisi olduğunun cavab çıxdı. Müsbət 1. Deməli, mx-imiz 1-dir. İndi biz burada ny-i düsturu ilə də tapa bilərik. Amma düstursuz da necə tapırıq? Aldığımız mx qiymətini verilən funksiyada yerinə yazıb, onda da ny-i tapmış